ləhum uddə. Biz onların etdiklərini sayırıq. Məryəm surəsi 84-cü ayə. Və Munzir rahimehullah buyurur ki, Məlik ibn Dinar rahimehullahın 60-a yaxın bu sözü 60 kərə bu sözü təkrarladığını eşitdim. Mən onu görürdüm, o isə məni görmürdü. Və onun dediyini eşidirdim. Deyirdi ki, vay olsun sənə, tələs, ölüm səni haqlamamış. Vay olsun sənə, tələs, bu iş sənə gəlib çatmamış. Ona görə bəzi hikmət sahibləri deyərdi ki, İdə kunta sabiyyən tələbu mə'assibiyən. Uşaq olanda uşaqlarla oynuyordun. Və idə kunta şəbbən qafiltə billəhu. Cavanlığında isə boş-boş şeylərlə qafil oldun. Vaxtını boş-boş şeylərə harcadın. İdə kunta şeyxan sırta daifə. Qocalanda isə zəiflədin. Bəs elə isə Allah Taala üçün nə vaxt əməl edəcəksən? Ona görə həris ol. Vaxtının qiymətini və qədrini bil. Allah Taala bizi ona yaxınlaşmaq üçün salih əməl edən bəndələrdən etsin. Və bizim onun huzuruna çıxanda azuqəmizi bol olan bəndələrdən etsin. Bizi onun huzuruna günahla çıxmaqdan qorusun. Allah Taala bizə hər bir xeyrə müvəffəq etsin.